bilmirəm, bunu müddətdən sonra gedə biləcəksə, gedə bilməyəcəksə, çatdırılmaya bilirsiniz, kasıblar üçün. O iki bölünmə vücudun. Bir o aydındır. O bir ki var ki, o oxuyur, dərk edir, lakin əməl edə bilmir. O bunun səbəbi. O daxildəki həqiqəti deyil. O heç vaxt həqiqəti gizlədə bilməz. O xaricdəki belə deyilər, görülmüşür. O ki, xaricdəki yalan danışır və onu yalan danışmaq və o əmələ etməyə vacib edən səbəblər. Ağır şey deyil yazın. Təbii ki, ağır şeydir. Bax, diqqət edin. Yox, sonra inşallah. Yox, sonra yox. Qısa yadımdan çıxacağına görə deyirəm. Bu iki hissə ki böldüm, bir insanın maddi tərəfi, bir də mənəvi tərəfi. Bunlar bir-birindən ayrılmazdır və bir-birində tamamlayandır. Məsələn, mənim gözüm, qulağım olmasa, mən haqqı nə görməyəcəm, nə də eşitməyəcəm. Mənə göz lazım. Mənə qulaq lazımdır ki, mən haqqı görüm, eşidim. Bu vəsilədir. Amma qərar haradadır? İçəri keçəndən sonradır. Qərar içəri keçəndən sonradır. Və içəri keçdi, o keçəndə də, o keçməzdən öncənin əhkamı var. Öncə. Sən kimsən? Sən kimsən? O öncədən həll olmalıdır ki, məlumat keçəndə yerinə otura bilsin. Əgər o kimlik düzgün təyin olunmayıbsa, məlumat da səhv. Elə bir məsələn, belə deyək də, ət maşınıdır, ət çəkir. Mən ora, belə deyək də, kitabı atıram ki, və paltarı atıram ki, qoy ütülənsin. Adəti olmayan mövzudur. Yox, niyə? İstəyirəm ki, oradan çıxsın, ütülənsin, qəşəng belə. Nə olacaq paltar? Məhv olacaq da, cırıq-cırıq, yırtıq-yırtıq olacaq, çıxacaq oradan. Həmən o ət maşını və paltar, ət maşınına paltar atmırlar. Yəni, oyuqlar olmalıdır. Öncədən. Öncədən sən kimliyi təyin eləməlisən. Sən kimsən? Yüzəkkihim var ha, yüzəkkihim, təzkiyə. Təzkiyədə o oyuqlar açılır. Paltar yuyan, sonra ət çəkən, qab yuyan və s. Misal deyirəm də, bunlar sənin kimliyi təşkil edən, belə deyək də, qovluqlardır, papqalardır, pəncərələrdir, adını nə qoyursan qoy. O, gözdən, qulaqdan paltar daxil olanda, səndə paltar yuyan da var. Amma bir dənə ət maşını olsa, nə gözdən, qulaqdan, əldən, hissiyatdan daxil oldusa, hamısı hara gedəcək? Ət maşınına. Ət maşınına. Adəti olmayan məsələ. Mənim cavabım bu. Teşekkür.